أولئك الذين كفروا بآيات ربهم ولقائه فحبطت أعمالهم فلا نقيم لهم يوم القيامة وزنا. Qardaş sual verir ki, İmam Şafii rahimehullahın Ər-Risaləsi neçənci illərdə yazılıb və içərisində nəyi təşkil edir, nə haqda yazılıb? Elhamdülillah. İmam Şafiinin Ər-Risaləsi, yəni bu risalə, bu kitab Usulul Fiqh haqda yazdığı Şafii rahimehullahın ilk böyük elmi əsəridir. Yəni bu nəyi təşkil edir içərisində? Usulul Fiqh. Əsasən budur, əsasən. Yəni şərii dəlillərin necə başa düşülməsi və hökm çıxarma qaydalarının necə hökm çıxarmaq lazımdır, onları izah edən bir kitabdır. Bu sahədə yazılmış ilk sistemli kitab sayılır. İlk sistemli kitabdır. Kitabın əsas mövzuları Qur'andan hökm çıxarma qaydaları, necə hökm çıxarmaq lazımdır. Onlar sünnənin dəlil olması, hədislərin qəbul etmək, rədd etmək, bunların qaydaları, icmanın sübut olması, yeri gəlmişkən bu kitabda icmanın sübut olması, icmanın hüccətliyinin dəlili, daha doğrusu icmanın hüccət olması sübut etmişdir. İcmanın hüccət olmasını Şafii rahimehullah orada sübut edir. Dəlillərlə qiyasın oxşar hadisəyə bənzədib, yəni hökm verməyin şərii dəlil olması, alimlərin necə istidlal etməsi, hansı sözün dəlil sayılması və bənzəri kimi ümumən bu məsələlərdə Şafiinin, İmam Şafii rahimehullahın kitabıdır. Risalə təxminən hicri ili ilə 195-ci illərdə, miladi ili ilə, yəni 805-810-cu illər arası təxminən yazılmışdır. Və İmam Şafii onu Abdurrahman ibn Mehdi adlı böyük muhaddisin xahişi ilə yazıb. O xahiş edib İmam Şafiidən yazması üçün. O Şafiidən istəmişdi ki, hədisə necə istinad edilməli olduğunu və hökmlərin dəlillərini qaydalı şəkildə, yəni necə hökm çıxarmaq lazım, bunu qaydası ilə düzgün şəkildə izah etməsi üçün onu istəmişdi və kitabı Şafiinin İraqda olduğu dövrdə yazılıb. Sonradan Misirdə yenilənmiş bir nüsxəsi də olmuşdur. Belə bir sözdə vardır. Yəni qısa nə üçün yazılıb? Qur'andan, sünnədən, icmadan və qiyasdan necə hökm çıxarmağın, əsas da Qur'an, sünnə və icma qaydalarla, ardıcıl sistemlərlə izah etmək üçün yazılıb bu kitab. Niyə önəmlidir? Sual verilə bilər. Niyə önəmlidir bu kitab? Ne üçün önəmlidir? Çünki Usulul Fiqh elmində ilk sistemli kitabdır. İlk. Yəni böyük bir kitabdır və sonraki bütün alimlərə də təsir edib bu kitab. Sonraki bütün alimlərə bu kitab təsir edib. Bu kitabın, risalənin bir çox adı var. Daha doğrusu 3-4 dənə adı var. Ən məşhuru da Ər-Risalə fi Usulul Fiqh belə adlanır. Sonra Kitab Ər-Risalə deyilir və ya çoxları deyib Ər-Risalə liş-Şafii, Şafiinin yazdığı risalə belə də deyilib və alimlər onun haqqında min əimməti əs-sünnə mühüm əsərlərindən, yəni sünnətdə ən mühüm əsərlərdən alimlər deyib biridir. Biri olduğunu bildiriblər. Yəni elmi ədəbiyyatda Ər-Risalə Şafiinin ən məşhur əsərlərindən biri kimi qəbul edilir. Hətta alimlər deyiblər ki, və huvə min əhəmmi muallafəti əimməti sünnəti fi usulul fiqh və qəd i'tənə bihil uləməu qadimən və hədisən. Bunu açıq aydın bildiriblər. Yəni, bu da o deməkdir ki, mənası, bu kitab usulul fiqh sahəsində sünnə imamlarının ən önəmli əsərlərindən biridir və alimlər keçmişdən günümüzə qədər ona böyük diqqət göstərmişlərdir, sayğı göstəriblər və diqqətlə oxuyublar. Çünki mühüm bir kitab idi. Mühüm bir kitab idi. Oxuyanları da cəlb edirdi.
Oxuyanlarda cəlb edir. Çünki orada bir çox suallara cavab var idi. İmam Şafii rahimehullah bir çox suallara orada cavab verib və orada ən sarihətən, ən racih, böyük dəlillərlə cavablar verib. Daha doğrusu məlumat bildirib bizə Quran, sünnə necə dəlil çıxarılır, necə hökm edilir, icma höccətdir, icmanı inkar edən nədir, onun halı nədir, icma inkar edilərsə nə olar, qiyasın halı, vəziyyəti, hökmü nədir, necə dəlil çıxarılır, hamısını orada izah edib. Və birdən qardaşlardan soruşan ola bilər ki, İmam Şafii özü kimdir? Yəni, onun barəsində də biraz məlumat verək ki, indi tanıyanlar var, bilənlər var, amma bir kəsin kitabı barədə danışanda və ya onun kitabından oxuyub şərh edəndə ümumən qardaşlar unutmayın. Yəni, bunu bütün elm tələbələri, elm əhli bu cür edir. Yəni, onu, kitab barəsində danışanda əvvəlcə və ya bitəndə ən azından o adam kimdir onu yazan, nəçidir, o barədə də biraz məlumat vermək lazımdır. İmam Şafii rahimehullah tam adıyla Muhammed İbn İdris Əş-Şafii 150-204-cü illər hicri ilə o arada yaşamış Sunna alimlərinin böyük imamlarından və 4 məşhur fiqh məzhəbinin qurucularından biridir. Fiqh məzhəbinin qurucuları dedikdə belə anlaşılmasın ki, məzhəb qurub. Məzhəb qurub və deyib, mənim məzhəbimdir, mənə tərəf gəlin. Bugünkü bu əcaib, özünü əhl-i sünnəyə nisbət edən qəribə bu məzhəblər ona özünü nisbət edir, biri İmam Əhmədə. Yox, bu belə deyil. Bu fiqhi, yəni fiqh üzərə. Fiqh üzərə. Necə ki, İmam Əbu Hanifənin özünün var, fiqhul əxbar, orada özü dəlillərlə qeyd edib, başqa formada, burada bu şəkildə. Yəni, buna deyilir bu. Fiqh üzərə. Ayrıca bir məzhəb qurub ona dəvət eləməyib. 150-ci hicri ilində Qureyş nəslində doğulub. Qureyş nəslindən doğulub. İmam Məlikdən Əl-Muvaddanı birbaşa oxuyub. Əl-Muvaddanı o böyüklükdə kitabı Muvaddanı birbaşa oxuyub. Həm İraq fiqhini, həm Hicaz fiqhini öyrənib və ikisini birləşdirərək öz yolunu formalaşdırıb. Yəni, mənim yolum budur, bu dəlillərə dayanır. Həm İraq fiqhini, bu böyük bir məsələdir. İkisini İraq fiqhi, həm də Hicaz fiqhini birləşdirib və bunu bəyan edib sahih dəlillərə əsaslanaraq. Ər-Risalədə bayaq dediyimiz Ər-Risalə və Əl-Um onun ən əsas əsərlərindəndir. Bu ikisi ən əsasdır. Çoxdur, bu ikisi ən əsasdır. Usulul fiqhin sistemləşdirilməsində öncül rol oynayıb. Alimlər onun haqqında belə deyiblər. 204-cü ildə də hicri ili ilə Misirdə vəfat etmişdir. Allah rəhmət etsin. Allah günahlarını bağışlasın. Allah bizləri eşidib faydalananlardan etsin. Nəstəğfiruhu və nətubu ileyh. Velhamdülillahi Rabbil alemin. Və sallallahu və səlləm alə nəbiyyina və habibina Muhammed.